buradan cümə namazı idi. Gördüm ki, indi siz çıxırsınız, mən tanımırdım sizi. Gördüm, çıxırsınız, deyir, yandım baxmağa, deyir, elə uzaqdan mənə baxdınız, məni də tanımırsınız, nə mən sizi, nə siz məni, deyir, bir dənə təbəssüm elədiniz mənə. Deyir, o təbəssüm kifayət elədi ki, mən ondan sonra dinə gəldim. Bir dənə gülüş. Mən yenə deyirəm, özümü tərifləmirəm, də Allah bunu eləyib, adama bəzən heç özü də bilmirsən, özünü də bilmirsən. Bunu tərif üçün demirəm, vallahi. Yəni, həyatımda başıma gələn bir şeydir. Deyə o qədər mən sevindim ki, nə yaxşı ki, bir təbəssümlə görsən, bəzən insanlara çox şey lazım deyil. Bəzən bir ürəyi yanmaq lazımdır, bəzən bir gülüş, təbəssüm, bir zarafat, bir yaxşılıq, bir xeyirxahlıq, kiçik bir şey görsən, bir insanın həyatını dəyişir. Çalışaq, bacardığımız qədər faydalı olaq insanlara. Qəlb sındırsaq, ya gərək bədəlini ödəyək, tez qəlbini alaq, almasaq, mütləq həyatımıza qayıdır. Birinin ah çəkdisə biri həyatıva od bürüyəcək, mütləq. Elə eləyin ki, qəlblərə toxunmayasınız.